Bəlkə də çoxlarınız Milli Kino kolleksiyasının adını eşitməmisiniz. Bu kolleksiyanı hazırlayarkən bu qədər marağa səbəb olacağını düşünmürdüm. Dizayner kimi dəsti xətti milli kolorit olsa da, bu mövzunu müasir dizaynla sintez etmək o qədər də asan deyildi. Lakin bu əziyyətlərə dəyərdi. Çünki geyimlərin üzərində Azərbaycan kinematografiyasının tarixi yaşayır. Bu kolleksiya böyük bir komandanın əməyi sayəsində ərsəyə gəlmişdir. Rəssamlar, dərzilər, sənətkarlar bir ailə kimi çalışdılar. 8 geyimdən ibarət olan kolleksiyanın ilk luku Üzeyir Hacıbəyova həsr olunmuşdu. İlham mənbələrimiz arasında Leyli Məcnun operası, Arşın Malalan, Olmasın Boğulsun, Təxminə, Yol əhvalatı, Bəyin oğurlanması kimi filmlər yer almışdır. Bu filmlərin ruhunu qədim sənət dili ilə və əl işləri ilə canlandırdıq. Xüsusilə 2 geyimdə not motivləri var. Biri Üzeyir Hacıbəyovun öz obrazına həsr olunmuşdur. Digəri isə Leyli Məcnun operası ilə Üzeyir bəyin izini birləşdirir. Arşın Malalan filmini təsvir edən obrazda isə bədii tikmə ilə pulum var, var, pulum var, gələrəm frazası əl işləməsi ilə təsvir olunmuşdur. Dollar işarəsi qol nahiyəsində və cib detalında bədii tikmə olaraq əl işləri ilə təsvir olunmuşdur. Dollar əskinazının üzərinə əskər obrazı fərqli yanaşma ilə əl işləməsi olaraq hazırlanmışdır. O olmasın, bu olsun filmindən isə təkcə sözlərin mənası vurğulanaraq Marilyn Monroe və Leyla Şıxlinskaya, Charlie Chaplin və Məşədibat obrazları qarşılaşdırılaraq düşündürücü və maraqlı dizaynla geyimlər hazırlanmışdır. Və ən maraqlısı, biz bir ilkə imza ataraq geyimlər üzərində QR kodlar tətbiq etdik və bu QR kodlar vasitəsilə siz geyimlər haqqında bütün informasiyanı əldə edirsiniz. Həmin frazaları YouTube-dan izləmək mümkündür. Bu kolleksiya təkcə moda deyil. Bu bizim kino tariximizin geyinilən yaddaşıdır.